Bakıda Çin Xalq Respublikasının yaranmasının 76-cı il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mei, Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Milli Məclisin deputatları, bir sıra xarici ölkə səfirləri və ateşələri, habelə digər rəsmi şəxslər iştirak edib. Mərasim Azərbaycan və Çinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Çin səfiri Lu Mei çıxış edərək ölkələrimiz arasında olan sıx əməkdaşlığın möhkəmləndiyindən və bu əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Səfirin ardınca Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevin çıxışı olub. Şahin Mustafayev Azərbaycan və Çinin strateji tərəfdaşlığına toxunaraq, əlaqələrimizin müxtəlif sahələrdə yeni mərhələyə keçid aldığını və getdikcə dərinləşdiyini bildirib. Ölkəmizdə fəaliyyət göstərən Çin şirkətlərinin sayı getdikcə artır. Bu ilin avqust ayının başlanğıcından etibarən Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə 347 Çin şirkəti aktiv şəkildə fəaliyyət göstərir. Şahin Mustafayev bildirib. Turizm sahəsində Azərbaycan-Çin əlaqələrinin yüksələn dinamika ilə inkişaf etdiyini deyən Baş Nazirin müavini, ötən il ölkəmizə gələn Çinli turistlərin sayında 93% artımının müşahidə olunduğunu vurğulayıb. Bu artımı təmin edən ən mühüm faktorlardan biri Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini təktərəfli olaraq ləğv etməsi idi. Şahin Mustafayev qeyd edib, tədbir bədii hissə ilə başa çatıb.